Və buyurur ki, İbn-i Cevzi rahimehullah bir dəfə Şəqiq Əl-Bəlxi böyük alimlərdən olub. Bəlx şəhərindən olub. Ona görə Bəlx ediblər. Və deyir ki, öz tələbəsi Hətimə deyir ki, bu qədər mənlə, bir müddət mənlə yoldaşlıq etdin. Nə öyrəndin mənlə? Yəni, bu elmdən nə fayda götürdün, nə əldə etdin? Sanki tələbəsini imtihan edir. Deyir, bu öyrəndiyi şeylər nə oldu? Danış görək. Nə öyrəndin? Hətim deyir ki, qalə səməni məsailə. Deyir ki, 8 məsələni öyrəndim. 8 şey səndən öyrəndim, deyir. Birincisi odur ki, fə inni nəzartu ilə xalq. Deyir, mən məxluqata baxdım, gördüm ki, onlar deyir, hər bir kəsin sevdiyi bir şeyi var. Hər bir kəsin sevdiyi bir şeyi var. Deyir ki, fə izə vasalə iləl qabr fərəqəhu məhbubuhu. Deyir, o qəbirə çatan kimi deyir, o sevdiyi şey ondan ayrılır. Hər kəsin sevdiyi şey var. Deyir, insan qəbirə çatan kimi sevdiyi onu tərk edir. Deyir, əlvida sənə. Deyir, mən də deyir, fəcəaltu məhbubi həsənəti. Deyir, sevdiyim şeyləri salih əməllərim etdim. Namazım, ibadətim, salih əməllərim etdim ki, litakuna mə'i fi qabri. Hətta qəbirdə də mənlə bərabər olsun. Yəni, qəbirdə də məndən ayrılmasın. Yəni, bax, ona görə insan həmişə, qəbir aləmini, qəbir həyatını düşünəndə insan həqiqətən ayılır. İstir ki, Allaha ibadət etsin, istir ibadət əhli olsun. Çünki, demək olar, bütün insanlar bilirlər ki, insana qəbirdə nə övladları, nə anası, atası, nə yoldaşı, nə mal dövləti heç nə fayda verəməyəcək.